Təbriz məhəllələrinin birisi də Dəvəçi məhəlləsidir. Dəvəçi məhəlləsi Təbrizin ən qədim məhəllələrindəndir. Orada bir fərdi vardı, binamı mərufdur Hambal Əmiyə. Hambal Əmiyin öcücü qəbir daşında yazırlar, gəlini 9-cudur. Yəni, bala 600 il bunun qibbəti vardı. Oranın qapılarından vardı. Dəvəçi qapısı mərufdur ki, Təbrizin 10 danaşı qapısı vardı, biri də Dəvəçi qapısıdır. Dəvəçi qapısında çox pullu, məşdi, mömin, böyük şəxsiyyətlər çıxıbdır. Dəvəçi qapısından danışmaq heç vədə 1 dəqiqə, 2 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə, 1 saat, bir günə sığmaz. Bu haqda gərək oturaq saatlar biz danışaq. Ona görə inşallah bunu ayrı bir fürsətə məhəvvəl edirik.